Gittin habersiz canıma koydun cisimsiz. Sen özgeye sarıldın ben senle. Yaxşı. Xəzər, aman ver çəkilişimizi eləyək də. Girib otağa baş beynimizi aparır burada. Bilərdən salam. Yox, nə? Nə var, nə yox? Baba, bir dənə izləyicilərlə videonu bəyənin. Bəyənin. Aysa, Xəzər dedi ki, videonu bəyənin dostlar. Salam dostlar, xoş gördük. Nətdarsınız, nə edirsiniz? Əziz dostlar, videonu həmişə axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Bir şey də qeyd edeyim, kanalıma sponsor olmaq üçün aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlaya bilərsiniz. Yəni reklam və işbirliyinə hər zaman açığam. Təbii ki, Çindən mal gətizdirmək istəyirsinizsə toptan şəkildə traktor, ekskavator, avtomobil, onun üçün də bu nömrəmlə əlaqə saxlaya bilərsiniz. Eyni nömrədir. Göreyim hadi burada bir göreyim. Bak benim balıklarımı nasıl atarsın sen ya? Sen benim balıklarımı nasıl atarsın denize? Atsın. Niye atıyorsun? Bir daha tut diyor. Bir daha. Evet bir daha tut diyor. Nereye gidiyor? Bak vur bakın vur. Hayvanları yemeyin. Alternatif üretin. Niye balıkları denize attınız? Beyefendinin tuttuğu Ben balıkları. veganım çünkü, vejetaryenim. Buradaki bütün balıkları tutup denize mi atacaksınız? Dostlar, bu cür cındırlar dünyanın hər yerində var. Diyeta saxlayıb və yaxud da pəhriz ucbatından və yaxud da heyvan yemək istəməyənləri nəzərdə tutmuram. Yemir də, indi ət yemir bu adamlar. Mən bunu propaganda olaraq bizim beynimizə soxanlar var. Ət yeməyin, sən ət yeyirsən, vəhşisən, nə bilim, balıq yeyirsən, vəhşisən. Bu dünyanın hər bir yerinə yayılıblar. Kişi balıq tutub, indi satacaq ya yeyəcək bilinmir də, indi dəxli yoxdur. Bir dənə qadın səviyyəsiz düşük, cındır, nəysə götürüb kişinin balıqları atıb dənizə, gör bu canlıları xilas eləyir. Cındır, sənin düşüncə və hörmət bəslənilməsini istəyirsənsə, sənin veganlığı var, nə bilim, ətdən imtina ideologiya var deyim, sən də başqasının ət yeməyinə qarışmamalısan. Sən cəmadın çörəyini niyə götürüb dənizə atırsan? Cəmad onu tutub yemək üçün və satmaq üçün, dəxli yoxdur, onun çörəyidir o. Səviyyəsizdirlər, çünki səviyyəsizdirlər. Bunlar istəyirlər ki, bunların fikirlərinə hörmət olunsun, amma bunlar heç kimin fikirləri, yəni demokratiyadan, liberalizmdən danışırlar, amma sonra özləri, var bizdə də bəziləri var, öz fikirlərini dayatmağa, gedib pişiyə itə yemək verəndə, sən göyərti versən itə pişiyə, ged onlara da etiraz elə ki, ət yeməyin. Canlıdır, bunun bədəni ət tələb eləyir. Götürüb, nə bilim, pişiklərə pişik maması verirsən, itlərə it maması verirsən. Verirsən, verdiyin o hansısa, belə deyək də, heyvanın ətidir də, balıqdır, toyuqdur, nə bilim, qazdır, ördəkdir, qoyundur, inəkdir. Yəni, sən durub, başqa bir canlının öldürülməsinə belə çıxır ki, göz yumursan da, götürüb onun ətini pişiyə verirsən. Sonra durub deyirsən ki, biz heyvanların ölməsini istəmirik, yeyilməsini istəmirik, ya cındır. Bitkilər də canlıdır. Niyə yeyirsən? Bitkilər bəyəm plasmas zatdır. Alternativ üretin deyirlər. Bax, zəhləm yedir bu tip insanları. Görən gözüm yoxdur. Qaz kamerasından yığasan, hamısını orada əllə eləyəsən. Deməli, sonra nə olur? Bu qadın haqqında bir başqa xəbər çıxdı. Qalata köprüsündə balıq tutan adamın balıqlarını suya atan qadının ailəsi ilə bərabər yaşadığı evi yaktığı anlar ortaya çıxdı. Yangın dumanında baba fenalaşırkən evdəki kuşun öldüyü açıqlandı. Deməli, bu həqiqətən də psixoloji problemləri var imiş bu qadının. Yəni, bunun timsalında, yəni o düşüncədə olanların çoxunun psixoloji problemləri var. Evi yandırıblar, neysə quş ölüb. Ara yerdə quş öldü. Buradan canlıları müdafiə edirdin, quşu öldürdün. Quşdular da, quş beyindilər. Dostlar, deyilənə görə Azərbaycanda çəkilib bu. Məlum məsələ, Azərbaycanlılara oxşayırlar. Ağaca lent bağlayırlar, əllərini tuturlar, dua eləyirlər, mədət umurlar filan bəsməkan. Mən sosial şəbəkələrdə şərhlərə çox fikir verirəm. Paylaşımın altındakı şərhlərə baxıram, görüm bu kadrlar həqiqətən də harda baş verir və yaxud da buna insanlar nə reaksiya verir. Və o şərhlərdən bir nəticəyə gəlirsən ki, sən nə şərh bildirəcəksən, yəni mən. Dostlar, valla baxdım, bir-birlərini qınayırlar. Məsələn, biri yazır ki, gedib ağacdan mədət umurlar, filan bəsməkan, ya kimlər şey eləyir? Qəbirdən, daşdan, divardan mədət umanlar gedib ağacdan mədət umanlara irad bildirir. Mən çatmır da bu, yəni. Allahdan başqa heç bir, yəni necə deyim,
Allahdan başqa mədət umulan yer yoxdur. Yoxdur. Bunu bir dəfəlik yəni beynə soxmaq lazımdır. Yoxdur. Və yaxud da mədət ummaq üçün məkan qoyulmayıb. Sən burada mədət ummalısan. Burada bu yerdə mədət ummalısan. Ayaq yolundan başqa, hamamdan, tualetdən başqa hər yerdə mədət uma bilərsiniz, dua eləyə bilərsiniz, arzu istəyinizi istəyə bilərsiniz. Yəni bunu bir dəfəlik, yəni dərk eləmə, məntiqlə düşünəndə, yəni Allah deyir ki, mən sənə şah damarından yaxınam, amma sən gedib çerez, nə bilim, çerez dedim, bağışlayın rusca. Yəni kiminsə vasitəsilə, ağacın, qəbrin, daşın vasitəsilə Allahdan mədət umursan. Ha dostlar, yəni qabaqçıdan deyim, mən heç bir məzhəbin düşməni zadı deyiləm. Sadəcə öz fikirlərimi deyirəm ki, yəni bəlkə məntiqlə düşünənlər olar, təbii ki, mənə haqq verəcəklər. Nəysə, bu mövzuda çox danışmaq istəmirəm, çünki bəziləri var, hələ mən burada deyirəm ki, Allah buyurur ki, mən sizə şah damarınızdan yaxınam, bu kəliməni belə dediyim halda deyirlər ki, sən kafirsən. Səviyyəsizdirlər də valla. Batan bir gemide feminist yoktur. Titanik'te ölenlerin %87'si kimdi? Kadınlar mıydı? Hayır, erkeklerdi. Salgın hastalıklarda, deprem anlarında, savaşlarda feminizm yoktur. Feministler ortalıkta dolaşmazlar. Niye? Çünkü önce kadınlar ve çocuklar. Erkekler hep alttadır. Altta kalanın canı çıksın. Bax, mən həmişə bu mövzuya münasibət bildirirəm. Bu elə-belə mövzu deyil, üstündən keçiləsi mövzu deyil dostlar. Cəmiyyətin korlanmasına artıq korlanıb demək olar ki, amma bunun qarşısı alınmalıdır. Artıq Avropadakı sosioloqlar anlayırlar ki, Avropanın müasir qayda qanunları var ki, hansı ki güya qadını müdafiə edirlər, qadın haqlarını müdafiə edirlər, amma halbuki ailə sistemini pozurlar. Qadın haqları, yəni cığırından çıxıb da bir sözlə də məsələ başqadır. Azərbaycanda var belələri, özlərinə feminist deyənlər, bir də feminist deməyib, feministlik eləyənlər var. Heç dərk eləmirlər feminizm nədir, amma nə bilim biri çıxmışdı ki, nə bilim qadının emosional zadı, hüquqlar bərabərdirsə, kişinin də emosional istəkləri olur. Məsələn, qadın da kişiyə iPhone alsın. Yəni kişi, qadın bərabərdirsə, yəni o kim ki tələb eləyirlər. Ad günündə, nə bilim, sevgililər günü deyirsiniz, onda, bayramlarda, restoranda hesabı, pulu kişi xərcləməlidirsə, onda siz feminizmdən danışmayın, bərabərlikdən danışmayın. Siz də eyni pulu xərcləyin, onda deyək, hə. Yəni, bax, bu kimi saxtakarlıqlar ucbatından nə qədər ailə dağılıb, məlum məsələdir, göz qabağına. Bunları danışmağa ehtiyac yoxdur. Deməli, bir kuryerdir, yolda dayanıb, çovğunda bir sözlə əziyyət çəkir qardaş. İndi evinə çörək aparmağa çalışır. Çox güman burada da avtomobildəki ilə mübahisə eləyir. Nəysə, bunun üstünə yazılan şərhə baxın. Dərs oxumaqdan yorulanda bu qaqaşı yadına sal. Heç adiyyatı yoxdur. Dərs oxumaq yaxşı şeydir, təhsil almaq yaxşı şeydir. Amma dərs oxuyum, təhsil alım, gələcəkdə super dolanacam deyə bir şey də yoxdur. Maksimum haransa müdiri ola bilərsən. Ola bilər sən aldığın təhsil üzrə bir biznes qura bilərsən, o sənə kömək ola bilər, bu öz yerində. Amma məlum məsələdir ki, bir çox şirkətlərin, bir çox xidmət sahələrinin sahibləri, yəni oranın əsl sahibləri çoxu ali təhsili olmayan insanlardır, amma qoyduqları müdirlər ali təhsili olan insanlardır, halbuki onlardan maaş alırlar. Əgər bir insan, məsələn, tutaq ki, gedib peşə hansısa bir bərbər olmaq istəyir, bərbər peşəsinə yiyələnmək istəyir, amma onu ailəsi yönləndirir ki, sən mütləq gedib azidə oxumalısan, azidə oxuyacaq, həvəssiz, ruhsuz və yaxud da pulla, rüşvətlə qutardı universiteti, ondan sonra gedib savadsız kadr kimi lap pul hesabına hardasa işlədi. O, orada heç bir uğur əldə edə bilməyəcək, dostlar. Dərs oxuyun, təbii ki, oxuyun, bu sizə lazımdır. Amma gələcəkdə pul... Nə bilirsiniz, bu kuryer dərs oxumayıb? Nə bilirsiniz, ali təhsilli deyil? Bəlkə də oxuyub haransa qutarıb, bəlkə də magistraturanı qutarıb, indi yazıq iş tapa bilməyib, edib kuryerlik eləyir. Hardan bilirsiniz də? Ona görə bu kimi şeylər, bu kimi müqayisələr mənasızdır, dostlar. Çıkıp gittin habersiz canıma koydun cisimsiz. Sen özgeye sarıldın ben senle günler darazdım. Senle dünyadan benim. Musiqi heç, bunu qoyduq bir kənara. Məl göz qabağındadır, belə mahnı olmur. Mən hər dəfə deyirəm, bir müğənninin mahnısı okey, zibildir, yaxşı. Xəzər, aman ver çəkilişimizi eləyək də. Girib otağa baş beynimizi aparır burada. Bir dərindən salam. Yox, nə var, nə yox? Yox, bir dənə izləyicilərlə ki, bir dənə izləyicilərlə videonu bəyənin.
Yox, nə videonu? Yox, videonu. Ya da onu deyə bilirsən, bəyənin. Bəyənin. Aysa, Xəzər dedi ki, videonu bəyənin dostlar. Hə, indi sakit dur, videonu yekunlaşdırım. Bayaqdan qoymuşam otaqda, sakit oturub orada, dözənmədi axıra qədər. Sakit, boş. Ata video çəkir. Ata video çəkir. Xəzər üçün fərqi yoxdur, mahnını qoysam oynayacaq yəni. Onun musiqi zövqü ilə formalaşmıyıb. Rəqədə çıxada nə olur olsun oynayır. Hə, deməli, nə baxsan? Deməli dostlar, nə deyirdim ala? Mərdimazlar axtarmaqla döyüş. Oyuncaqları yığ bas bayra. Hə, yəni geyim baxımından dostlar, geyim baxımından ondan danışırdım. Özünüz gördünüz də, mən nə deyim? Bu videoya nə deyim? Bu evdə geyiniləcək geyimdir də, məsələn, rahatlıq üçün filan. Səhnədə söz tapa bilməm. Hər dəfədə bu geyim mövzusundan danışanda insanlar yanlış anlayır. Elə bilirlər ki, mən başqalarının geyiminə qarışıram. Qarışmıram. Mən sadəcə deyirəm ki, geyinirsinizsə, eybi yox, açıq-saçıq geyinin, amma bayağı geyinməyin də. Bayağı adamı belə gözlərini zövqsüz geyindir də. Valla kimin xoşuna gəldi bu geyim, xanımın geyimi? Yazın şərhlərdə. Kimin xoşuna gəlibsə yazsın, bir açıqlama versin ki, niyə xoşuna gəlib. Neyse dostlar, Xəzər, mərdimazarlıq Nizelayda, pajалуйста. Sağ ol. Sağ ol. Getdi. Dözənmədi axıra qədər. Hə, neyse dostlar, özünüzə yaxşı baxın. Bugünlük bu qədər. Əlviderçi.